Ayan, Hə, gəl bura. mən bilirdim ki, sən məni başa düşəcəksən. Biləcəksən ki, mən səni nə qədər Bitdi də o münasibət. Bağladıq o söhbəti. Mən sənə başqa söz demək istəyirdim. de onda. Sən öz anasını öldürəni necə qəbul eləyə bilərdin? Çətin sualdır. Cavab verə bilməyəcəm. Onda mən cavab verim sən yervə. O adam ki, bətnindən çıxdığı anasını öldürə. Nəinki öldürə. Hətta əl qaldıra. O adam cəhənnəmdəki yerini elə sağlığında satın almış kimidir. Sən bunu qabaqcadan bilirdin? Yoxsa sonra ağlıma gəldi? Mən dünyaya gələndə anamı apardım. Doğuşda öldü anam. Elə uşaq vaxtında başımı anamın qəbir daşına qoyanda fikirləşirdim ki, ananın baş daşını öpmək belə insana nə qədər təskinlik gətirir. Elə bilirsən, anavın əllərini, ayaqlarını öpürsən. Anaya necə əl qaldırmaq, acılamaq, qəlbinə dəymək olar. Mən səni anlamamışdım. İndi anladın? Hə, anladım. Bu qız səndən nə istəyir, Səid? Özü çağırdı söz deməyə. Nə deyirdi ki? Bir məsələ var idi. Onu aydınlaşdırırdıq. Aydınlaşdıra bildiniz? Sən niyə bu qədər narahatsan ki? Mən narahat deyiləm. Mane olaramsa gedə bilərəm. Mümkünsə. Dayan. Hara gedirsən? Əgər kiminsə getməyinə lüzum olsa, o dayandı. Hər şeyin təzəsi, dostun köhnəsi. Sən heç dostluğuma da layiq ola bilmədin. Onu da deyim, işini biləsən. Yəni tanıyasan bu qızı. Nə deyəcəksən? Səid məni yaxşı tanıyır. Heç nə demə. Onsuz da inanmayacağam. Özün bilərsən. Amma deyəcəm. De. Bu qız əvvəl Ramal'la görüşüb. İndi Allah
Allah sizi xoşbəxt eləsin. Yalan deyir. Amma ürəyimdə şübhə yarada bildi. O bir neçə dəfə dalımca gəlib gedib. Qulaq gündə bir söz eşitməsən, kar olar. O bizi ayırmaq istəyir. Paxıllıq eləyir bizə. Çıx get. Mən səni daha görmək istəmirəm. Səid. Çıx get dedim. Onlar məndən imtina elədilər. Elə bildilər ki, mən onları unutmuşam. Onları necə unutmaq olar? Mən elə onlardan biriyəm də. Ara yerdə mən də pis vəziyyətdə qaldım. Güya istədim Mənsura kömək eləyim. O adamı yolda öldürüblərsə mənim günahım nədir? Günah məndədir axı. Bundan sonra yaxşılıq eləmək qutardı. Bəşir, nə deyirsən, gedim evindən? Zahid, hara gedirsən? Deyirsən soyum quyruğunda saxlayım. Balığı atırsan dənizə, balıq bilməsə də xalq bilir. Mən o 800 minin, hardasa 200 minini cibimdən verə bilərəm Mənsura. Sonra işləyib yavaş-yavaş qaytarar. Mənsur işləməyəcək. Mənsura o pul Qəzənfərdən ailəsinin qisasını almaq üçün lazımdır. Mən bilsəm ki, Mənsur o 200 mindən Qəzənfəri mənim qabağımda diz söktürə bilər. Mən o pulu ona bağışlayaram. Bəşir, keçi can hayındadır, qəssab piy axtarır. Mənsur Qəzənfəri öz qabağında diz çöktürəcək. Kaş o günü görəydim. Mənsura kömək elə. O günü görmək sənin nəsib olacaq. Bəşir, özü ilə görüş tanış. Hər şeyi başa sal ona. Özü sənə nə eləmək lazım olduğunu deyəcək. O elə bilir ki, mən onların hissləri ilə oynadım. Allah da bilir ki, mən ona kömək eləmək istədim. Sən onunla görüş tanış. O indi əvvəlki Mənsur deyil. Başa düşəcək səni. Görəsən kimlər gələcək İsrafilin yettisinə? Onu belə bilmək olmur ki. Kimlər bilirsə gələcək də. Əfqan, hörmətli adamlardan kimlər gələcək görəsən? Eşitib bilən mütləqələr də yəqin. Tanıdıqlarımızdan kimsə İsrafilin yasına gəlməsə, biləcəm ki, İsrafilin ölümüşündə o adamın əli var. Onda mən bilirəm nə edəcəm. Elə deyil axı. Bəlkə elə bir adam oldu ki, heç əli yoxdur İsrafilin ölümündə. Ya Qəzənfərdən, ya da sizdən. Xoşu gəlmir deyə. Gəlib başsağlığı vermək istəmir. Kim gəlməsə, mən sənə deyəcəm bir-bir vırarsan hamısını.
Vuraram. Vurduğum 10 nəfərin içində yəqin alsınız əli olacaq bu işdə. Elə bil lotereya oynursuz. Hərbi adamlarsınız valla. Mən sənin dilini kəsə bilərəm. Bir də heç vaxt danışa bilmərsən, bildin? Qanlar, bırax boğazım boğuluram. Sən az müdaxilə elə bizim söhbətimizə. Eşitdin məni? Yaxşı, eşitdim. Xanlar, biz səninlə danışmışdıq axı. İsrafili vuran sən vuracaqsan. Bunu da mən öldürəcəyim. Vaxtı gələndə. Elə oldu da söhbətimiz. Hə, elə oldu. Onda bırax onu. Vur. Pişik hissanı yeməmişdən qabaq, pəncəsi ilə o yan bir yana dığırlayır. Sən indi həmən o sıçanın vəziyyətindəsən. Baxacam görüm sabah kim gəlməyəcək. Mən də qıraqdan baxacağım. Görüm kim özünü necə aparır. Çox vaxt günahkar adam daha çox can yandırır yas yerində. Şübhələnməsinlər deyə. O adam mütləq orada olacaq. اللهم صل على محمد وآل محمد أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم ياسين صلى الله عليه وآله وسلم والقرآن الحكيم إنك لمن المرسلين على صراط مستقيم تنزيل العزيز Ölənin dalınca danışmazlar. Amma çox yekəbaş adam idi. Kim? İsrafil. Yekə başlığın axırı bundan artıq olmur ki. Bunların düşməcilləri var deyəsən. Şərif öz əmsi uşaqları ilə də düşmənçilikləri. Bu qorqohum qırğını yıxdım Salmanı. Seyfi pula görə. Bu elə ölməli köpək oğlu idi. Onda niyə gəlmişik bura? Turist kimi. فبشر بمغفرة وأجر كريم إنا نحن نحيي الموتى ونكتب ما قدموا وآثارهم وكل شيء أحصيناه في إمام مبين وضرب لهم مثلا أصحاب القرية إذ جاءها المرسلون
إذا أرسلنا إليهم اثنين فكذبوهما فعززنا بثالث فقالوا إنا إليكم مرسلون قالوا ما Karlov işləyirsən? Hə, Qədrov, işləyirəm. Mane olma. أنزل الرحمن من شيء أنتم لا تكذبون قالوا ربنا يعلم إنا Allah, mən də İsrafilin qardaşı. Nə məsləhəti deyiləyək. Yasin oxuyur. Qulaq assaqa. قالوا إنا تطيرنا بكم Onda sonra nə məsləhətsə, gəlsən eləyərik. Zaqa, deyər. Qulaq as. قالوا طائركم معكم إن ذكرتم بل أنتم قوم مسرفون وجعلنا من أقصى المدينة رجل يصحب قال يا قوم اتبعوا المرسلين اتبعوا من لا يسألكم أجرا وهم مهتدون Üzgözvə nə olur? وما لي ألا أعبد الذين فطرني ولا ترجعون Yıxılmışam. Yaman pis yıxılmısan deyəsən. Üzü qoylu düşmüsən ha. شفاعتهم شيئا ولا ينقذون إني زل في زلال مبين إني آمنت İslam, biz ki bu qədər işləyirik. Günümüzə 7 manat pul verir. Biraz az deyil. Yaxşıdır da 7 manat. Hər biriniz günə 7 manat qazananda görün nə qədər pul eləyir. Dava gör olar. Olmayan yerdə yaxşı puldur. Məncə azdır. Dünən də pulumuzu kəsdi. 5 manatdan ver dərəmizə. Qul haqqını kəsmək olmaz. Allah Subhanahu taala buyurur. Mən öz haqqımdan keçərəm. Kimsə günah eləyər, bağışlayaram. Amma insanların haqqına girəni bağışlamaram. Ta ki, haqqı kəsilən insan bağışlayana qədər. Mən valideynlərimi öldürən adamı heç vaxt bağışlamayacağam. Bu da mənim haqqımdırsa, mən də o adamın cəzalanmasını istəyirəm. Məni 10 yaşımdan küçələrə saldığına görə. Doğrudan ölüb də valideynlərin. Yox, yalan danışıram. Əgər yadındadırsa, biz Səidi axtarmağa gedəndə avtobusda arxada oturmuşduq. İndiyə nə kimi yadımdadır. Sən mənə dedin ki, Səidi tapaq. Sonra mənim anamı axtarırıq. Hə, yadımdadır. Əgər anan dünyasını dəyişibsə, kimi axtaracaqdın? Mən sənin hər sözünə inanıram. Amma maraqlı gəldi. Neçə gündür soruşmaq istəyirdim, amma utanırdım. Bir il məni nənəm saxladı. Sonra dünyasını dəyişdi. Xəstə idi. Dayılarım, xalam, heç kəs mənə yaxın durmadı. Apardılar məni uşaq evinə. Heç bir həftə qalmadım orada. Bir qadın məni uşaqlığa götürdü. Allah köməyi olsun. Sağ olsun. Mənə analıq elədi. Heç vaxt uşağı olmamışdı deyə.
Mən ona da deyirdim ki, o da o sözü eşitsin. O da mənə qızım deyirdi. Onu işdən çıxartdılar. Biz bir müddət çox pis yaşadıq. Yeməyə çörəyimiz olmadı. Danış. İstəmirsə qoy danışmasın. İslam qoy danışsın. Dərd danışılanda ürək rahatlaşır. Danış güllər. Danış. Onun evinə adamlar gedib gəlirdi. Çıxaydın evdən. Gedəydin uşaqlar evinə. Çıxdım evdən. Həmişəlik getdim. Amma uşaqlar evinə yox. Mən heç vaxt dilənmədim. Dinimizdə dilənmək bəyənilmir. Oğlan kimi geyindim. Təkər qaraltdım. Zibil attım. Yavaş-yavaş böyüdüm. Bakı küçələri məni yaxşı tanıyır. O qadının kimliyini bilə-bilə yenə onu axtarırsan? Mənsur, bir il çörək verib güllərə. Onun kimliyini, nə işlə məşğul olduğunu Allah bilər, özü bilər. Biz kimik ki, kimisə mühakimə eləyək. Onun mənim üstümdə haqqı var. Mən onun insanlığı haqqını heç vaxt unutmarım. Heç vaxt. Ona deyirlər, haqqun nas, yəni insanların haqqı. Ya Allah. Gəl Mansur, gəl. Başın sağ olsun. Çox sağ ol Cabbar. Çox sağ ol. Çox mərifətli, yerini, danışığını bilən oğlan idi. Cabbar, ələ salırsan məni? Allah eləməsin Qəzənfər müəllim, bu nə sözdür? Biz boğazdan yuxarı danışanlardan deyilik.
Allah ölənlərinizə rəhmət eləsin. Nə yaxşı gəlmişsiniz. Hoş gəlmişsiniz. Bağışlayın da. Qəzənfər, şəhər hər qapıda var. Getməlisən ki, gəlsinlər. Bu gedişlə mən demişdim də, onu öldürəcəklər. 100 dəfə qarşımda otuzdurub başa salırdım ki, ay bala. Bax da mənə, götür dünyasını. Oxşa da mənə. Mərfətdə, qanacaqda, qabiliyyətdə. Nə istəyirsən da? Qulaq asmadı. İnanırsınız, hər gün gəlirəm bura. Neçə gündür yağış yağır. Yəsən, birazca da soyuqlamışım. Nə əcəb xəstələnmirsən? Məcidin evi isti olar. Axşamlar özü ver peçin qırağına. Bir dəfə uzaqdan gördüm yaşadığın evi. Hoşuma gəldi. Mən oğlumun qəbri üstündə düşüb sizə söz verirəm ki, İsrafili öldürən adam mütləq cəzasını alacaq. İt kimi öldürüləcək. Bunu sizə mən deyirəm, Qəzənfər. İsrafil? Qəzənfər? Tanış gəldi mənə bu adlar. Əgər sizin aranızda onu tanıyan adam varsa, gedib mənim dediyim sözləri o adama çatdırsın. Elə belə, darıxdım gəldim. Sən də mənim üçün darıq. Apar məni. Mən sənin yerim olsaydım, aparardım. Uşaq vaxtımdan bir arzum oldu, bir istəyim oldu səndən. Apar məni yanına. Ana, mən sənin yanına istəyirəm. Səni qucaqlayıb öpmək istəyirəm. Qucağında yatmaq istəyirəm. Mən də uşaq yerinə qayıtmaq istəmirəm. Qalacam burada. Sənin yanında. Səni qucaqlayıb yatacağam. Balan
anasının yanında olar da. Başımı dizlərine qoyub yatacağım. Qovsam da getməyəcəm. Deyirlər dünya dağılacaq. Dağılmadı. İnanırsan, heç bir qram da qorxmurdum. Sənin getməyindən onsuz da dağılmışdı dünyam. Yığılmışam bu dünyadan cana. Mən səni istəyirəm ana. Nədir bölümdəki? Heç nə. Baxım. Olmaz. Baxım. Yaxşı. Ver bura. Ver görüm. Sakit ol. Götür. Verdim. Polissən? Yox. Polissən sən. Mən sizi üzdən tanıyıram. Sən indi məni öldürsən belə. Heç nə dəyişməyəcək. Sənin kimlərin leşi qarğalara yem olur sonunda. Bir də qabağıma çıxsan, öldürəcəm səni. Дистанция. Хорошо, вот так. Выпускай. Дистанция. Вот так. Xəlil, işləyə bildin? Хорошо, хорошо, вот так. Hə, çəkdim hamısının şəkillərini. Hanı şəkillər? İdarədə stolumun üstündədir. Bilmədim burada görüşərik, yoxsa yanımda gətirərdim. Adam çox idi. Hə, demək olar ki. Qəzənfər nə edirdi? Boş-boş danışırdı. Deyirdi, belə eləyəcəm, elə eləyəcəm.
O hesab boş-boş danışmır. O çox əclaf adamdır. İsrafilə görə çox adamı cəzalandıracaq. Qəzənfərə qarşı nəzarəti gücləndirin. Çalışın hər bir cinayətin qarşısını qabardına alasınız. Baş üstə. Şəkillərə baxmaq lazımdır. Görə Qəzənfərin həm fikirləri kimlərdir? Cavid, Qəzənfərdən zəhləsi gedən adamlar da olub orada. Nəyəsə görə. Bəlkə də qorxudan gəlib. Hə, o da ola bilər. Yenə bizimki qələbə qazandı. Təbrik edirəm. Mənsur. Nədir? Sənin qohumların adı nə idi? Hansı qohumlarımın? Səni bu günə qoyanları deyirəm. Qəzənfər deyirsən? Hə. Oğlunun adı nə idi onun? İsrafil. Deyəsən öldürüblər İsrafili. Hardan bilirsən? Bugün anamın qəbri üstə getmişdim. Orada eşitdim. Bir kişi qışqırırdı ki, mən and içib sizə söz verirəm ki, İsrafilin qanı yerdə qalmayacaq. Bunu sizə mən deyirəm, Qəzənfər. Yəqin təsadüfdür. Amma istəməzdim o olsun. Niyə? Əgər onlar bir-bir ölsələr, qisas almağa adam qalmayacaq. Sən qisas alacaqsan? Mütləq. Necə? Kimisə öldürəcəksən? Ola bilər. Tutacaqlar səni. Əsas odur ki, mən arzuma çatacam. Bir gündə olsa, o evlər, əvvəlki imkan yenə mənim olacaq. Dostlarımı diz çöktürüm qabağımda. Sonra nə istəyir olsun? Mənsur, elə deyil axı. Sən öz gələcəyini niyə məhv eləməlisən? Belə yaşamaq pisdir? Heç yaxşı da deyil. Niyə? Nə pisdir? Nə xoşva gəlmir? Arif, bizlə yaşamaq pis imiş. Biz heç kimi məcbur eləmədik ki, gəl burada bizlə yaşa. Kim bizi bəyənmir, gedə bilər. Qapı açıqdır. Biz incimərik. Siz mənə düz başa düşmədiniz. Sən otur, yaxşı-yaxşı fikirləş. Nə istədiyini bil. Qohumlarıma bəslədiyin kin bütün cəmiyyətə olan münasibəti dəyişib. Əgər layiq olan adamı alçaltmaq istəyirsənsə, özün ucalmağa çalış. Bu ən böyük cəzadır onun üçün. İslam, biz zirzəmdə yaşayırıq. Görəsən alçaq sayılmırıq ki. Axı hamıdan aşağıdayıq. Hamı heç olmasa bir pilləkəndə olsa qalxır ki, evinə girsin. Amma biz 15 pilləkən aşağı düşürük ki, başımıza yağış yağmasın deyə bir təhər yaşayaq. Sürünə-sürünə.
əzab çəkə-çəkə. Amma yaşayaq. Mənzilinin neçənci mərtəbədə olması insanın şəxsiyyətindən xəbər versəydi, Qəzənfər kimilər ən şəxsiyyətli adam sayılardı. Hə, Arif? Hə, düz deyirsən. Sən həmişə düz danışırsan. Ağıllı danışırsan, kamil danışırsan. Mən səndən İslam çox şey öyrənmişəm. Hüseyin. Hə, İslam. Danış bunlara həyatı. Bəlkə mənim dediklərimi onda başa düşdülər. Eyvandan boylananda başım gicəllənirdi. Göydələnin ən sonuncu mərtəbəsində yaşayırdıq. Əgər ona yaşamaq demək olardısa. Atam çox varlı. Amma mənəviyyatca çox kasıb adam idi. Gecə evə gec gəlməyi bəs deyilmiş kimi, hələ bir qadınlarla telefonla da danışırdı. Anamın yanında, mənim yanımda. Bir gün mən ondan balaca gitara istədim. Uşaq idim da, nə dəyəri var idi ki onun? Ana. Hə. Nədir Hüseyin? Məni gitara al da. Ged atavı da alsın da. Desəm alar. Oğlusan da niyə almasın ki? Qışqırması üstümə. Axı telefonla danışır. Telefonla danışdığı adam ailəsindən artıq deyil ki. Getdi ki, mənə gitar al. Yaxşı. Çoxdan gəlmişim. Əşi yaxı rahat danış. Mətbəxdə də qabları yuyur. Ata. Bilsin də qorxuram bəyəm ondan. Balkona niyə çıxıb danışmalıyam ki? Əşi rahat danış. Ata. Aycan. Dayan bir dəqiqə. Nə deyirsən? Ata, mənə gitara al da. Nə inirsən gitarana? İstəyirəm də. Sən çox şey istəyirsən. Heç əşi, uşaq idi, söz deyirdi. Almırsan? Yox, almıram. Anıvadan alsın. Aycan, eşidirəm. Eyb yox, almasın. Hə, yaxşı. Mən alaram. Sən pulun yoxdur axı. Yaxşı canım, yaxşı. Var. Çox darıxmısan mənim üçün. Hə. O qızla danışır.
Yox, dostu ilə. Utanmır. Mən anamı itirdim. Anamla beraber uşaqlığımı, xoşbəxtliyimi itirdim. Anamı aldım məndən uşaqlıq arzum. O vaxt ağlım kəssəydi, yerə çırpıb sındırardım o gitaranı. İndi də sındıraram. Ama sındıra bilmirəm. Çünkü yine ağlım kəsmir anamın yoxluğunu. O benim nəğmələrimdə yaşayır. Nəfəsimdə yaşayır. Həmişə də yaşayacaq. Sən çox möhkəm adamsan. Səni kövrədən görmüşdüm. Amma ağlayan görməmişdim heç vaxt. Hüseynin mahnıları idi Hüseynin yerinə ağlayan. Oxu. Ağlat bizi yenə. Onda oxu. Biz də sənin kimi ağlayaq. Oxu. İnsan ağladıqca saflaşır. Oxu Hüseyin, oxu. Hara getdi demelden, koymaz beni qəməldən. Hara getdi demelden, koymaz beni qəməldən. Gedir özgeler geçsin, gitmesin həyəm demelden. Gedir özgeler geçsin, gitmesin həm demelden. Aman təkli elindən, Bedat təkli elindən, Baş götürüb gedərəm, Mən də təkli elimdən, Baş götürüb gedərəm, Mən də təkli elindən. Qərənfiləyəm, dəstəyəm, bülbüləm qəfəsdəyəm. Qərənfiləyəm, dəstəyəm, bülbüləm qəfəsdəyəm. Gedin anama deyin, həsrətindən xəstəyəm. Gedin anama deyin, həsrətindən xəstəyəm. Aman təkli elindən, Bedat təkli elindən,
baş götürüb gedərəm. Mən də təkliyi əlimdən ey, baş götürüb gedərəm. Mən də təkliyi əlindən baş götürüb gedərəm. Mən də təklik əlimdən ey, baş götürüb mən də təklik Öz dərdimi çəkməkdənsə başqasının dərdinə şərik olmaq daha yaxşıdır. Hər şey düzələcək Hüseyin. Daha ağlama. Sil gözünün yaşını. Dərd bizi sındıra bilmədi. Süzüb nəmli gözlərini, getdi sildi izlərini, çəkib məndən əllərini, dönüb getdi. Gördüm həyatın yüzlərini, gecə etdi gündüzlərini, deyib sonuncu sözlərini, çıxıb getdi. Unuttum onun anlarını, günlerimi, aylarımı, hayat kırdı dizlerimi, sınıp gitti. Alıp hoşbəxt illerimi, sevinç benden çölüp gitti. Ömür bitti, sonum gitti. Unuttum o hoş anlarımı, günlerimi, aylarımı, hayat kırdı dizlerimi, sınıp gitti. Alıp hoşbəxt illerimi, sevinç benden çölüp gitti. Ömür bitti, sonum yetti.